Kəsirlərin ortaq məxrəcə gətirilməsi. Məxrəcləri fərqli olan kəsirləri müqayisə etmək və ya onlar üzərində toplama çıxma əməllərini yetirmək üçün bu kəsirləri ortaq məxrəcə gətirmək lazımdır. Məsələn, 18-də 5 üzərinə gəl 24-də 7. Bu kəsirləri toplamaq istəyirik. Məxrəcləri fərqlidir. Deməli, bunların məxrəcləri üçün, ortaq məxrəcə gətirmək üçün 18 ilə 24-də əkop tapırıq. Əkop 18, 24. 18-i sadə vurğularına ayırırıq. 2-yə, 9, 3-ə, 3, 3-ə, 1. 24-ü sadə vurğularına ayırırıq. 2-yə, 12, 2-yə, 6, 2-yə, 3, 3-ə, 1. Hər ikisində ortaq olanları qeyd edirik. 2, 2, 3, 3. Sonra böyük ədədi götürürdük 24-ü. Kiçikdə hansını qeyd etməmişdik? 3-ə vururuq. Bu da olur 72. Deməli, bunlar üçün ortaq məxrəc 72-dir. Yəni 72, bunu 72 yazırıq. 72-ni 18-ə böləndə 4 dəfə, 72-ni 24-ə böləndə isə 3. Yəni bu tamamlayıcı vurğularını tapırıq. Sonra 72, 5-i 4-ə vururuq 20. Arada işarəmiz toplama üzərinə gəl. 7-ni 3-ə vururuq 21. Bərabərdir 72-də 41. Çıxma da eyni qayda ilədir. Müqayisə edəndə də yenə eyni qaydadan istifadə edirik. Məsələn, müqayisədə 75-də 13-lə 25-də 4-ü müqayisə etmək istəyirik. Məxrəclər də fərqlidir, sürətlərdir. Bilirik ki, məxrəcləri bərabər olanda hansının sürəti böyük idisə o böyük idi. Məsələn, 6-da 3-lə 6-da 5. 6-da 5 daha böyükdür, sürəti böyük olan. Bir də var, sürətləri bərabər olsun. Məsələn, 7, 3-də 7, 4-də 7. Sürətləri bərabər olanda isə hansının məxrəci kiçik idisə o daha böyükdür. Burada isə nə məxrəc bərabərdir, nə də sürət. Bunların məxrəclərini bərabərləşdirək. 75 ilə 25-ə bölündüyünə görə onlar üçün əkop 75-in özü olur. Yəni əkop 75, 25 bərabərdir 75-ə. Onda birinci kəsir olduğu kimi qalır 75-də 13. İkincini isə 75-ə gətirmək üçün 75-i 25-ə bölürük 3 dəfə. Tamamlayıcı vurğumuz 3 olur. Onda 4-ü də 3-ə vururuq 12. İndi 13 daha böyük olduğuna görə deməli 75-də 13, 25-də 4-dən böyükdür. Digərin çalışmalarına baxaq. 14. A variantında 72 36-ya bölündüyünə görə elə əkop 72 36 bərabərdir 72. Ona görə birinci olduğu kimi qalır. İkinci 36-da 5 bərabərdir 72-də. 72-ni 36-ya böləndə 2-də. Tamamlayıcı vurğumuz 2 olur. Bu da olur 72-də 10. 72-də 11 daha böyükdür. Yəni bu işarəmiz belə. B-də B-ni bayaq izah elədik. Bu olacaqdı 75-də 12. Deməli bu daha böyükdür. C variantında C-də 160 80 160 80-ə bölündüyünə görə elə yəni 80 əkop 80 160 elə bərabərdir 160-a. Ona görə 80-də 3 bərabər olur 160-da. 160-ı 80-ə böldü 2-də. Bu 6, digəri isə 160-da 7-dir. 160-da 7 daha böyükdür. D-də də yenə 90 ilə 30-a əkop
90'dır. Ona görə 90-da 17 qalır. 30-da 11-i yazırıq 90-da. 90-ı 30-a böldük 3 dəfə. 90-da 33. 33 17-dən böyük olduğuna görə işarəmiz belə. Y variantında 12 və 7 qarşılıqlı sadə ədədlərdir. 12 ilə 7 əkov onların hasilidir. Yəni 12 vurulsun 7. Oldu 84. Onda 12'də 5 bərabər olur 84'də 12'yə böldük 7 dəfə 35. 7'də 3 bərabərdir 84'də 84'ü 7'yə böldük 12. 3'ü də 12'yə vurduq 36. 36 35'dən böyük olduğuna görə, yəni 7'də 3 daha böyükdür. F variantında F'də 4 ilə 9 qarşılıqlı sadə ədədlərdir. Əkov olacaq 36. Onda 4'də 3 bərabər olur 36'da. 36'nı 4'ə bölür 9. 3'ü də 9'a vurduq 27. 9'da 5 bərabər olur 36'da. 36'nı 9'a böldük 4 dəfə. 5'i də 4'ə vurduq 20. 27 20'dən böyük olduğuna görə 4'də 3 daha böyükdür. G variantı 13'də 5 və 11'də 4. Yenə əkov 13 ilə 11 qarşılıqlı sadə ədəd olduqlarına görə əkovu onların hasili. Bu da 143. Onda 13'də 5 bərabərdir 143'də. 143'ü 13'ə böldük 11. 5'i də 11'ə vurduq 55. 11'də 4 bərabər olur 143'də. 143'ü 11'ə böldük 13. 52. 55 52'dən böyük olduğuna görə 13'də 5 11'də 4'dən böyükdür. H variantında 7'də 2 və 10'da 3. Əkov 7 və 10 qarşılıqlı sadə ədəd olduqlarına görə onların hasili olur. Yəni 70. Bu da 7'də 2 bərabərdir 70'də 10 oldu tamam 20. 10'da 3 bərabərdir 70'də. Burada isə 7 oldu 21. 70'də 21. Yəni 10'da 3 daha böyükdür. İ variantı 56 42. Bunlar üçün əkov tapmalıyıq. Əkov 56 42. Gəlin sadə vuruqlara ayırmadan da bax belə. Hər ikisində ortaq vuruq 7'ni çıxararıq. Əkov yerdə qalır 8 və 6. Demək buradan hətta 14'ü çıxara bilərdik biz. 2'ni də çıxarsaq, yəni 7 vurulsun 2. Əkov 4 3. 4 ilə 3'ün əkovu 12. Demək biz 14'ü vurmalıyıq 12'yə. Siz bunu sadə vuruqlarına ayıraraq da tapa bilərsiniz. Yəni hər bir cavabımız doğru olur. Fərq etmir. Hansı üsulla tapmağınızdan asılı olmayaraq cavab eyni olacaq. 14'də 12'yə vurduq 168. Aldığınız ədədi də həm bəzən olur səhv eləmiş olursunuz. Mütləq yoxlayın. Görün hər ikisinə bölünürmü? Bölünürsə deməli doğru tapmısan. 168. Onda 56'da 11 bərabər olur 168'də. 168'i 56'ya bölürük. 3 dəfə düşəcək. Tamamlayıcı vuruğu 3 oldu. Onda 3'ü də 11'ə vurduq 33. 42'də 5 bərabərdir 168'də. 168'i 42'yə bölürük 4 dəfə. 5'i də 4'ə vurduq 20. 33 20'dən böyük olduğuna görə 56'da 11 bundan böyük oldu. J variantında 76 ilə 95'ə əkov tapırıq. Yəni ayıraq 76 2'yə, 38 2'yə, 19 19'a 1. Sonra 95
5'e bölünür. 19, 19'a 1. Hər ikisində ortaq olan 19. Böyük ədədi götürürük, vururuq kiçikdə olmayanlara. Yəni 95'i vururuq 4'ə. O da 380. Demək 76'da 5 bərabərdir 380'də. Yəni 380'i bölürük 76'ya. Burada 5 dəfə olacaq. 5'i də 5'ə 25. 95'də 7 bərabərdir 380'də. 380'i bölürük 95'ə. Bu da 4 dəfə. 7 dəfə 4'də 28. 380'də 25, 380'də 28. 28 daha böyük olduğuna görə 95'də 7 böyük oldu. K variantı 65'də 3, 55'də 2. 65 ilə 55'ə əkob tapırıq. Əkob 65, 55. Yenə 5'i çıxararam. Əkob 13, 11. 13, 11 qarşılıqlı sadə olduğuna görə o əkob onların hasili, o da 143 eləyir. İndi 143'ü vurmalıyıq 5'ə. O da bərabərdir 715. Onda olacaq 65'də 3 bərabərdir 715'də. 715'i bölürük 65'ə. Bu 11 dəfə, 3'ü də 11'ə vurduq 33. İndi 55'də 2 bərabərdir 715'də. 715'i bölürük 55'ə. Bu da 13. Olacaq 26. 33 26'dan böyük olduğuna görə 65'də 3, 55'də 2'dən daha böyük oldu. Sonuncu el variantı. Seksen dörtle əkob 84, 56. 84 2'ye 42 2'ye 21 3'e 7 7'ye 1. 56 2'ye 28 2'ye 14 2'ye 7 7'ye 1. Ortaklarımız 2 2 2 2 7 7. Böyük ədəd 84'ü vururuq 2'ye. 168. İndi orta 84'də 9 bərabər olub 168'də buna böldük 2 dəfə 18, 9'da 2'ye vurduq. 56'da 3 bərabərdir 168'də. Burada da 4 dəfə olur. Ya düz 3 dəfə. 3 dəfə 168'i 56'ya böldük 3 dəfə. 3'ü də 3'ə 9. 18 9'dan böyük olduğuna görə bu ədədimiz daha böyük oldu. 15'in A variantı. Deməli, bunları ortaq məxrəcə gətirməliyik. 12 ilə 13'ə əkob 12, 13. Qarşılıqlı sadə olduğuna görə onların hasili olacaq. Yəni 156. Bunda yazırıq 12'də 1 üzərinə gəl 13'də 1 bərabərdir. 156'da 12'ye böldük 13, 13'e böldük 12. O da olacaq 1 vur 13, 13 üzərinə gəl 12, 156'da 25. B'də yenə 15'də 11 üzərinə gəl 16'da 9. 15 ilə 16 qarşılıqlı sadə ədədlər olduğuna görə əkobları onların hasili olur. Yəni 240. 240'ı 15'e böldük 16, 16'ya böldük 15. 11'i vururuq 16'ya 176 üzərinə gəl. 9'u da vururuq 15'e 135.
Yəni 240-da 135 ilə 176-nı topladıq. 311. Bunun hətta qarşı ədəd kimi də yaza bilərik. 1,240-da 71. C variantı 22-də 1 minus 33-də 1. Bunlar üçün əkov 66 olacaq. 66. 66-nı 22-yə böldük 3, 33-ə böldük 2. Onda olur 3 minus 2, o da bərabər 66-da 1. D variantında 80 40-a bölündüyünə görə onlar üçün əkov elə 80 özü olacaq. O da bərabərdir 80-də 80-i 40-a böldük 2 dəfə, 80-i 80-ə böldük 1. 7-ni 2-yə vurduq 14 minus 5, bu da olacaq 80-də 9. G variantında 2 tam 52-də 1 üzərinə gəl 65-də 1. 52 ilə 65-ə əkov tapırıq. Əkov oldu 260. Bu ona görə 2 tamı dəymirik, tam qalır 260. 260-ı bölürük 52-yə, bu 5 dəfə. 260-ı bölürük 65-ə, burada da 4 dəfə. Yəni 5 üzərinə gəl 4 olacaq. 2 tam 260-da 9. F variantı 27 ilə 45-ə əkov tapırıq. Olacaq 135. Onda 1 tam 27-də 4, 45-də 11 bərabərdir. 1 tam 135-də 135-i 27-yə bölürük 5 dəfə. 135-i 45-ə bölürük 3 dəfə. Onda olacaq 4 vur 5 20 minus 11-i də 3-ə vurduq 33. Yəni burada mənfi ədəd alınır deyə, ona görə gəlin bunu əvvəlcədən düzgün olmayan kəsrə çevirək. Yəni bu hissəni yazmayaq. 27-də 27 ilə 1, 27-ni 1-ə vurduq. 27 üstə də 4 gəldik. 31 çıxılsın 45-də 11. O da bərabər olacaq. 135, 27-yə böldük 5 dəfə, 45-ə böldük 3 dəfə. Yəni olacaq 131-i 5-ə vururuq. 155 minus 33, o da bərabərdir 135-də 122. G variantı 10, 20, 40. 40 bunların hər üçünə bölünür. Deməli, bunlar üçün əkov 40-dır. 10-da 3 üzərinə gəl 20-də 7 üzərinə gəl 40-da 9 bərabərdir. Əkov oldu 40. 40-ı 10-a böldük 4. 40-ı 20-yə böldük 2. 40-a da böldük 1. Sürətli olur 3 vur 4 12 üzərinə gəl 7 vur 2 14 üzərinə gəl 9. 40-da 12 ilə 14 26. 26-nın da üzərinə gəlirik 9-u 35. Bunu ixtisar olunur 5-ə də ixtisar eləyə bilərik 8-də 7. H variantı 3 dənə ədədin əkovunu tapmaq üçün onlardan ikisini əkov tapırıq. Deməli, məsələn, bax 42, 28, 70-dir. 42 ilə 28-ə əkov tapırıq. 42, 2-yə, 21, 3-ə, 7, 7-yə 1. 28, 2-yə, 14, 2-yə, 7, 7-yə 1. Hər ikisində 7, 7, 2, 2. Deməli, böyük ədədi 42-ni vururuq 2-yə, bu da 84. Sonra isə 84 ilə 70-ə əkov tapırıq. Yəni 84-ü sadə vurğularına ayırırıq. 42, 2-yə, 21, 3-ə, 7, 7-yə 1. 70, 2-yə, 35, 5-ə, 7, 7-yə 1. Ortaqlarımız 2, 2,
7, 7. Böyük ədəd 84-ü vururuq 5-ə. 420. Yəni bu üçünə ek ol 420 oldu. Onda 42-də 5 minus 28-də 1 minus 70-də 3 bərabərdir. Əkov oldu 420. 420-ni 42-yə böldük 10. 420-ni bölürük 28-ə 15. 420-ni bölürük 70-ə 6. Tamamlayıcı vuruqları tapdıq. İndi 5-i 10-a 50 minus 1-i 15-ə 15 minus 3-ü 6-ya 18. O da bərabərdir 420-dən 50-dən çıxırıq 15-i 35, ondan da çıxırıq 18-i 17. Oldu 420-də 17. İ variantı. Əməllər sırasında bilirik ki, ilk öncə vurma bölmədir də. Ona görə biz 7-də 2 bölünsün 35-də 24-ü hesablamalıyıq. Bilirik kəsiri kəsirə böləndə birinci kəsir olduğu kimi qalır. İkincini isə tərsinə çeviririk. Əməlimizdə vurma olur. Yəni 24-də 35. İndi 35 ilə 7-ni ixtisarı hər ikisi 7-yə bölünür 1, 5. 2 ilə də 24 hər ikisi 2-yə bölünür 12. Yerdə qaldı 12-də 5. İndi biz 12-də 5-dən çıxırıq 18-də 7-ni. 12 ilə 18 üçün əkov 36. 36-nı 12-yə böldük 3. 18-ə böldük 2. 5-i 3-ə 15 minus 7-ni 2-yə 14. O da bərabərdir 36-da 1. İ variantının cavabı bu. J variantında isə birinci mötərizənin içərisini hesablayırıq. 18-də 1 üzərinə gəl 24-də 7. Bunlar üçün əkov tapırıq. Bu əkovu 72-dir. 72-ni 18-ə böldük 4 dəfə, 24-ə böldük 3 dəfə. 1-i 4-ə vurduq 4, üzərinə gəl 7-ni 3-ə vurduq 21. Oldu 72-də 25. İndi vurmanı yerinə yetiririk. 72-də 25 vurulsun 125-də 48. 125 ilə 25 hər ikisi 25-ə bölünür. Burada qalır 1, burada qalır 5. 72 ilə 48 isə hər ikisi 24-ə bölünür. 72 24-ə böləndə 3 dəfə, 48 24-ə böləndə 2 dəfə. Surətdə qaldı 1 vur 2, məxrəcdə qaldı 3 vurulsun 5. Bu da oldu 15-də 2. 16 nömrəli çalışmamızda bunlar birinci A variantında bir surətdə qalır. Əbob 33-dən 34-ün əbobu isə qarşılıqlı sadə olduqlarına görə 1-ə bərabərdir. Minus 1 bölünsün. Əkov 3-dən 5-in əkobu isə qarşılıqlı sadə dediyi onların hasili olur. Yəni 15. Bu da bərabərdir. Elə 1 ilə 15 üçün elə bir əkov tapırıq da. Və ya da bunun yerinə bu 1 demək. 1 çıxılsın 15-də 1. O da bərabərdir. 1-i 15-də 15 kimi yazarıq. 15-də 1. O da bərabərdir. 15-də 14. 15-dən 1-i çıxırıq 14 qalır. B variantında 1 qaldı. 5 ilə 21-ə əkov onların hasili olur 105. Üzərinə gəl 1 bölünsün. 22 ilə 23 qarşılıqlı ardıcıl ədədlərlə belə götürək, qarşılıqlı sadədir deyə 1-ə bərabərdir. Yəni 105-də 1 üzərinə gəl, bu da 105-də 105 deməkdir. O da bərabərdir 105-də 106. Yəni 1 tam 105-də 1. Yəni bu şəkildə də yaza bilərik. C variantında 3 qaldı. 42 ilə 45-ə əbob tapırıq. 42 ilə 5-ə əbob 3-dür. 3 minus 3 bölünsün. 15 ilə 20-nin də əbobu 5-dir.
O da bərabərdir. Bunu yazarıq 1 minus 5-də 3. Birin də yerinə, yəni 5-də 5 minus 5-də 3. O da bərabərdir 5-də 2. D variantında 1 bölünsün 6 ilə 7-nin əkovu, qarşılıqlı sadədir deyə onların hasili, üzərinə gəl 1 bölünsün 7 ilə 8-də də 56. İndi 42 ilə 56-ya əkov tapmalıyıq ki, bunları hesablayaq. Bunlar üçün əkov 168-dir. 168-i bölürük 42-yə 4 dəfə. 168-i bölürük 56-ya, bu da 3 dəfə. Sürətdə olacaq 1 vur 4, 4. Üzərinə gəl 1 vur 3, 3. Yəni 168-də 7. Məsələlərin həlli isə digər hissədə.